Son illər ölkədə digər sektorlarda olduğu kimi tikinti sahəsində də mühüm irəliləyişlər əldə olunub. Tikilən yeni binalar, onların gözəl görünüşü və dizaynı paytaxtda xüsusi gözəllik gətirir. Maraqlı orasıdır ki, tikinti işləri zamanı binanın eksteryerinə də xüsusi diqqət yetirənlər az deyil. Yeni tikilən binaların üzlənməsində əsasən alkapon, pineplas və aqlay üzlük daşlarından istifadə olunur. Binaların üzlənməsi onların gözəl görünüşünə səbəb olur. Lakin tikiləndiyi halda bu heç də belə deyil. Daş üzlüklərin mühafizəsi də xüsusi əhəmiyyət kəsb edir. Bəzi insanlar həmən daşları mühafizə etmək üçün onu cilalama üsulundan təmizləyirlər. Ancaq bu düzgün deyil. Çünki cilalama zamanı həm daşın ömrü qısalır, həm də bu memarlıq baxımından səmərəli üsul hesab edilmir. Ancaq kimyəvi maddələrlə daşların yuyulub təmizlənməsi daha məqsədə uyğundur. Ona görə ki, kimyəvi maddələrlə yuyulduqda daşlar həm aşımıya məruz qalmır, həm də uzun müddət onun çirklənməməsinə təminat yaranır. Çünki kimyəvi maddələr qoruma qatı yaradır. Binaların fasad hissəsinin üzlənməsində alkapon və pineplas üzlüklərə nisbətən aqlay daşlarından daha çox istifadə edilir. Bu daşlar bəzən hava şəraiti ilə əlaqədar olaraq dişləndiyi zaman qarılaraq rəngini dəyişir. Nəticədə cilalanma işlərinə ehtiyac yaranır. Bu da daş üzlüyün ömrünü azaldır. Həm də onun memarlığına ciddi ziyan vurur. Əgər ev və yaxud da ofisinizin fasad hissəsinə vurduğunuz daş üzlüklərin rənginin dəyişilməsini istəmirsinizsə, o zaman yadda saxlayın. Daş üzlüklər dişləndiyi zaman kimyəvi dərmanlarla qarışdırılmış su ilə yuyulmalıdır. Belə olan halda həm üzlüyün rəngi dəyişilmir, həm də kimyəvi preparat onun tez-tez dişlənməsi və islanmasının qarşısını alır. Bunun üçün bu sadə ixtisaslaşmış təmizlik şirkətlərinin xidmətlərindən yararlana bilərsiniz. Biz bu aqlay daşları əvvəlcə bu aparatla yuyuruq, dərmanla. Sonraca üzərindən lak vururuq, Hollandiya istehsalı olan laklarla vururuq və o daşı hər şeydən qoruyur. Dərmanla yuyuruq, o bütün ləkələri aparır, onun üzərindən isə lak vururuq. Unutmayın ki, daş üzlüklər təkcə su ilə tam təmizlənmir. Təmizlənmə prosesi zamanı xüsusi kimyəvi preparatlardan da istifadə olunmalıdır. İstifadə olunan hər bir kimyəvi mayenin xüsusi sertifikatı olmalıdır. İnsan orqanizmi üçün təhlükəli olmamalıdır. Kimyəvi maye daş üzərinə mühafizə qatı yaradaraq onun dişlənməsi və islanmasına imkan vermir. Təmizlik şirkətlərinə müraciət edərkən bu məqamlara diqqət yetirsəniz yaxşı olar. Binanın hündürlüyündən asılı olmayaraq onu təmizləmək mümkündür. Gördüyünüz bu dərmanı aparata tökürük. Yuduqdan sonra isə bu dərmanla, bununla tökürük aparatın içinə, bununla isə vururuq. Pulverizatorla. Bu nə rol oynayır? Bu lakdır, elə bil daşı qoruyur da, hər şeydən qoruyur, mühafizə edir. Və daşın ömrünü uzadır da, 1 ildən 3 ilə qədər ömrü var. Daş üzüklərin yuyularaq təmizlənməsinin digər bir üstünlüyü isə vaxta qənaət etməkdir. Təmizlənmə prosesi sürətlə aparıldığından həm əlavə vaxt işçisinin qarşısını alır, həm də cilalama işinə ehtiyac qalmır. İlqar Qulusoy, Əfqan Bayramov, Lider TV. Son bir neçə ildə kimyəvi təmizləmə məntəqələri daha çox təbə minib. İş orasıdır ki, göstərilən bu xidmətdən də az adam yararlanmır. Geyim əşyalarından tutmuş yumşaq oyuncaq, xəz dəri, çanta, jalüz, çamadana qədər bir çox əşyaları təmizlədənlər var. Çalışın diqqətli olun. Hər gördüyünüz çamaşırxanaya paltarlarınızı əmanət etməyin. Görülən keyfiyyətsiz iş nəticəsində ləkə yerinə paltarınız tamamilə sıradan çıxa bilər. Ümumiyyətlə, hər bir paltarın astar üzünə tikilən pasportu var. Çamaşırxanaya verməmişdən öncə pasportla maraqlanmaq lazımdır. Yadda saxlayın. Paltarın yuyulma, təmizləmə və ütlənmə qaydası var. Əgər sənəddə P işarəsi varsa, onu yumaq olmaz. Yalnız quru təmizləməlidir. Bunun üzərində bəzi göstərişlər var. Məsələn, bu 3 bucaq üstündə krest olan xlor deməkdir. Yəni, bunun xlora icazəsi yoxdur. Xlor deyilən bir şey buna qəti vurulmamalıdır. Və yaxud nəyəsə bir tərkibində xlor varsa, onun da bunun tərkibində xlor varsa, bundan istifadə olunmur. Burada ütü şəkli var. Yəni, bunu tam sərbəst ütüləmək olar. Yəni, qadınlarımıza da deyirəm ki, ev şəraitində malı və yaxud da hər az bir əşyalarını götürməmişdən, bundan istifadə etməmişdən qalıb buna baxmaq lazımdır. Sonra burada belə bir yumru dairə var, onun içərisində P hərfi yazılıb. Həmin bu kimyəvi təmizləmə deməkdir. Perixlor dediyimiz budur. Amma quru təmizləmə xidmətlərinə təkcə geyimlər daxil edilmir. Siz evinizi, ofisinizi, mebelləri, döşəməni də təmizlədə bilərsiniz. Məsələn, sizin böyük bir villanız və yaxud da işçi personalı çox olan ofisiniz var. Döşəmədəki xalçalar, həmçinin digər aksesuarlar tez-tez dişlənirsə, artıq onu təmizləmə məntəqələrinə verməyə ehtiyac yoxdur. Bu zaman siz bu işlə məşğul olan müəssisələrin nümayəndələrini ofisinizə dəvət edə bilərsiniz. Xidmətlərimiz ondan ibarətdir ki, xalçaların, yumşaq mebel dəstlərinin quru və kimyəvi təmizlənməsi,
sənaye alpinizmi, mərmər və digər təbii daşlara qulluq və başqa digər xidmətlər fəaliyyətimizin əsasını təşkil edir. Bildirmək istəyirdik ki, şirkətimiz Avropada ən son klinik sahəsində ən son texnologiyaları öz işində tətbiq edir. Məsələn, onu misal gətirmək olar ki, bugün Avropada tərkibində xlor olan maddələrdən insan orqanizminə ziyan olduğu üçün istifadə edilmir. Kimyəvi və quru təmizləmə sahələrində və digər xidmətlərdə şirkətimizin istifadə etdiyi kimyəvi yuyucu məhsullar ekoloji, təmiz və orqanikdir. Quru təmizləmə xidmətləri sizə nəinki döşəmə, divanı, xalça, hətta binanın fasad hissəsini də müntəzəm olaraq təmiz saxlamaq imkanı verir. Amma heç də bütün təmizlik şirkətləri nümunəvi fəaliyyət göstərmir. Çalışın bu sahədə ixtisaslaşmış müəssisələrin fəaliyyətindən istifadə edəsiniz. İstifadə edilən kimyəvi preparatlarla da maraqlanın. Orqanizmə heç bir mənfi təsir göstərməməlidir və həmin məhsulların zəmanəti olmalıdır. Hər hansısa bir işi keyfiyyətli görmək istəyiriksə, mütləq keyfiyyətli məhsullardan istifadə olunmalıdır. Kimyəvi və quru təmizləmədə və digər sahələrdə istifadə etdiyimiz texniki avadanlıqlar allergik reaksiyası olan xəstələrə həm problem yaratmamaqla yanaşı, həmçinin havanı bakteriyalardan təmizləyir. Quru təmizləmə zamanı müxtəlif növ quru və maye halında olan kimyəvi məhsullardan istifadə olunur. Bütün ləkələri yox eləmək gücündə olan preparatlar əsasən Avropa ölkələrindən gətirilir. Yadda saxlayın, təmizlənmiş yerlərdən heç bir kimyəvi dərman iyi gəlməməlidir. Bu sonradan sizin səhhətinizə əks təsir edə bilər. Bu baxımdan çalışın elə quru təmizləmə xidmətlərindən istifadə edin ki, ortada həm yaxşı nəticə olsun, həm də sonradan peşmançılıq keçirməyəsiniz. Son illər ölkədə şüşə, daş və digər materiallarla üzlənmiş hündür mərtəbəli binaların sayı artmaqdadır. Bu binalar görünüş baxımından gözəl memarlıq abidələri hesab edilir. Amma onun fasad hissəsi çirkləndiyi zaman heç də xoşa gəlimli olmur. Çirklənmiş binaların isə mütəmadi olaraq təmizlik xidmətlərinə ehtiyacı olur. İş orasıdır ki, binaların fasad və şüşələrinin təmizlənməsində həmişə kran və digər avtoqaldırıcıların xidmətindən yararlanma olmur. Bunun bir səbəbi tikilinin qeyri-münasib ərazidə yerləşməsi olsa da, digər tərəfdən isə xidmət haqqının bahalığıdır. Belə olan halda sənaye alpinizminə daha çox ehtiyac duyulur. Həm iş sürətlə aparılır, keyfiyyəti yaxşı, qiyməti də münasib. Sənaye alpinizm xidmətlərindən istifadə edib, siz yaşayış evlərinizin fasad hissəsini də təmizlədə bilərsiniz. Hər gün işə gələndə tezdən bizə təlimat keçilir, təhlükəsizliyimizi qorumaqdan ötəri. Yəni o təhlükəsizlikdə bizə riayət edirik, öz təhlükəsizliyimizi qoruyuruq. İplərin hamısının sertifikatı var. Ümumiyyətlə biz işlətdiyimiz bütün avadanlıqların hamısının sertifikatı var. Sənaye alpinizminin tətbiq sferası genişdir. Hündür mərtəbəli binalarda üfüqi və şaqılı vəziyyətdən asılı olmayaraq şüşə vitrajların texniki avadanlıqlar vasitəsilə yuyulması, fasadın boyanması, reklam banerlərinin quraşdırılması, ağır olmayan yüklərin hündürlüyə qaldırılması və digər işləri xidmət vasitəsilə həyata keçirmək mümkündür. Alpinistlik heç də asan peşə deyil. Həm gördüyün iş yüksək keyfiyyətli olmalıdır, təmizləmə prosesi maksimum yerinə yetirilməlidir. Həm də özünün təhlükəsizliyinə diqqət yetirməlisən. Bir növ özünü bədbəxt hadisələrdən sığortalamalısan. Bunu isə hər adam bacarmır. Unutmayın, alpinizm dünyada olduqca çətin və təhlükəli peşələrdən hesab edilir. Təmizlik işləri yalnız ipdən asılmaqla həyata keçirilir. Bu baxımdan istifadə olunan bütün avadanlıqlar yüksək keyfiyyətli olmalıdır ki, fəsadlar törətməsin. Çalışın bu sahədə ixtisaslaşmış şirkətlərin xidmətlərindən yararlanasınız. Qısası binanızı peşkarlara əmanət edin. Şirkətin sertifikatının olub-olması ilə maraqlanın. Dərmanlardan istifadə edirik. Məsəl üçün kirdir, ləkədir, bu hamısını şüşənin tərkibindən çıxardır. Yuyucu və dezinfeksiya edici vasitələr mütləq ekoloji cəhətdən təmiz olmalıdır. Təmizləyicilərin xüsusi ətri olmalıdır. Ondan heç bir pislik gəlməməlidir. Əks təqdirdə siz pəncərələrinizi asa bilməyəcəksiniz. Buna mütləq fikir verin, yadda saxlayın. Fasadların kimyəvi maddələrlə yuyulması quru təmizləmə xidmətlərinə aiddir. Kimyəvi maddə ən azından bir neçə ay şüşə və fasadın üzərində qalmalıdır. Hər dəfə yağış yağarkən o yenidən aktivləşir və ləkələri yox edir. Bu baxımdan siz evinizi, binanızı elə şirkətlərə etibar edin ki, sonradan yanıldığınızı etiraf etməyəsiniz. İlqar Qulusoy, Turan Mustafayev, Lider TV.